Uşaqlar, bu günlərim 8 mart münasibəti ilə analarımızı gəlin klaster iş üsulu ilə təbrik edək. Bunun üçün əlbəttə ki, lövhəmizə diqqət yetirsəz, ortada ana sözü yazılmış klaster çəkilibdir və 8 mart münasibəti ilə anamıza öz ürək sözlərimizi bir sözlə çatdırmağa çalışaq. İlk olaraq mən qeyd edəcəm, ana əlbəttə ki, candır. Evlatları öztek, ay müqəddəs analar, bayramınız mübarək. Ana solmayan çiçək, evlatlar